Baxın, deməli, Amerika ilə Ukrayna nümayəndə heyətinin arasında baş tutmayan danışığa görə Mariya Zakharova artıq deyir Moskvada soyunub. Yəni az qala paltarını başına çəksin və bu dəqiqələrdə gələn xəbər odur ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zakharova deyib ki, Londonda baş tutmayan danışığa görə məhz Vladimir Zelenski məsuliyyət daşıyır. Baxın, görün, yəni Rubio'nun dedikləri, Vance'in dedikləri, Trump'ın dediklərini hansısa bir Rusiyanın içki düşkünü olan bir rəsmisi deyir. Başa düşürsünüz? Demirəm içi bu günləri. Yox, biz necə səhər-səhəri normal qidalanırıq. Bu xanım demərəm ona, xanımlar məni bağışlasınlar. Bu qadına bənzər məxluq da, yəni o mayesiz qala bilmir. O mayeni içəndən sonra siz onun şişmiş üz-gözünü görürsünüz, onun o dansmansların görürsünüz, yəni təəccüblənməzsiniz. Bu adam bu günləri Ukrayna xalqına, Ukrayna dövlətinə qiymət verir. Təsəvvür edirsiniz. Ona görə mən deyərəm ki, bu günləri baş verənlər əlbəttə ki, hər birimizi çox narahat edir. Çünki mən yəni Amerika prezidentindən, hələ prezident seçilməzdən öncə çox böyük gözləntilərimiz vardı. Amma görünən odur ki, bu günləri Amerika prezidenti ilə Rusiya prezidentinin elədiklərini, söylədiklərini və ideyalarını həyata keçirir.